Salam. Bugünkü təhlilimiz IT sənayesinin, belə deyim, biraz kölgədə qalan, amma əslində görünməz qəhrəmanları haqqındadır. Söhbət keyfiyyət təminatı, yəni QA mütəxəssislərindən gedir. Bəli, məhz onlardan. Əlimizdəki mənbələrə əsaslanaraq bugün QA-nin nə olduğunu, niyə sadəcə proqramı test etmək olmadığını, Qat-qat artıq bir şey olduğunu. ay sağ ol, və bir məhsulun uğurunda nə qədər kritik rol oynadığını birlikdə araşdıracağıq. Gəl, başlayaq. Başlayaq. Və gəl elə ən çox yayılmış yanlış anlamadan başlayaq. QA test etmək deyil. Bu həmişə qarışdırılır, ha? Həmişə. Bax, bunu bir bina tikintisi kimi düşünək. QA mütəxəssisi şey deyil, o usta deyil ki, bina tikilib qutarandan sonra gəlib divarları yoxlasın. O testçi olardı yəqin ki. Bəli, o testçidir. QA isə hər mərhələdə var. Yəni, təməldən tutmuş, istifadə olunan materialların keyfiyyətinə qədər hər şeyi yoxlayan şəxsdir. Deməli, QA prosesə yönəlib, test isə nəticəyə. Məsələ, bax, əsas fərq budur. QA proaksivdir. Yəni, çalışır ki, problem heç yaranmasın. Test isə daha çox reaktivdir. Yəni, artıq mövcud olan bir problemi tapır. Elədir, olanı tapır. Mənbələrdə çox yaxşı bir onlayn alış-veriş nümunəsi var idi, bu fərqi izah edən. Hə, yadımdadır. Ödəniş modulu ilə bağlı. Bəli, o çox aydın nümunədir. Təsəvvür elə ki, developer ödəniş modulunu kodlayır, QA mütəxəssisi kimi biz sadəcə ödəniş işləyir, sualını vermirik. Bu, çox sadəlöv sualdır. Bu testçinin sualıdır. Bəli, biz soruşuruq. Yaxşı, bəs əgər internet kəsilsə nə olacaq? İstifadəçi eyni düyməni bir neçə dəfə bassa nə baş verəcək? Və ya səhv kart məlumatları daxil etsə, sistem necə reaksiya verəcək? Ay sağ ol. Bax, bu bütün mümkün ssenariləri o bəs əgər suallarını vermək deməkdir. Yaxşı, bu aydındır. İndi isə gələk daha maraqlı hissəyə. QA daxilində iki əsas istiqamət var. Manual və avtomatlaşdırma. Fərqləri nədir bunların? Manual QA, necə deyim, bir növ detektiv işinə bənzəyir. Detektiv işi, maraqlıdır. Hə, mütəxəssis öz məntiqi, təcrübəsi və gözləri ilə proqrama addım-addım yoxlayır, bir istifadəçi kimi davranır və qeyri-adi hallar axtarır, proqramı sındırmağa çalışır. Bəs avtomatlaşdırma? Avtomatlaşdırma isə bu test proseslərini avtomatlaşdıran xüsusi kod skriptləri yazmaqdır. Yəni, o detektivin özünə robot köməkçi yaratması kimidir. Aydındır. Xüsusilə təkrar-təkrar edilən yorucu testlər üçün yəqin ki. Məhz elə. Məsələn, hər gün 50 dəfə eyni giriş, yəni login prosesini yoxlamaq, bunu əldə etmək adamı bezdirər. Bəs yaxşı, hansı daha yaxşıdır? Və ya karyeraya hansı ilə başlamaq tövsiyə olunur? Çünki çox adam elə düşünür ki, avtomatlaşdırma daha müasirdir, gəl birbaşa ondan başlayaq. Bax, bu çox kritik sualdır və mənbələrdəki mütəxəssislərin tövsiyəsi qətidir. Həmişə manual ilə başlayın. Niyə? Səbəbi nədir? Çünki nə isə avtomatlaşdırmaq üçün sən əvvəlcə nəyi və niyə test etdiyini dərindən anlamalısan. Manual test sənə o instinkti verir. O hekayə yadıma düşdü. E-ticarət saytındakı səbət hekayəsi. Ay sağ ol, çox maraqlı bir hekayədir. Manual testçi bir e-ticarət saytında səbətə əlavə et funksiyasını yoxlayır. Hə, O, fərqinə varır ki, istifadəçi məhsulu səbətə əlavə edib, sonra səbəti təmizləyib, yenidən həmin məhsulu əlavə etdikdə, aha. sistem səhvən əvvəlki miqdarı da yadda saxlayır. Bu, İnsan məntiqi olmadan, o yaradıcılıq olmadan avtomatlaşdırılmış testin çox asanlıqla gözündən qaçıra biləcəyi bir xətadır. Deməli, avtomatlaşdırma insanı əvəz etmir. Qətiyyən, sadəcə ona daha mürəkkəb işlər üçün vaxt qazandırır. Məqsəd insanı o yorucu, təkrar işdən azad edib, onun yaradıcılığını, kritik düşüncəsini daha mürəkkəb problemlərin həllinə yönəltməkdir. Məhz belə, mükəmməl ifadə etdin. Yaxşı, bəs bütün bunların mənası nədir? Bəzi şirkətlər düşünə bilər ki, yəni developerlər öz kodlarını özləri də test edə bilərlər. Niyə ayrıca bir QA komandasına ehtiyac olsun ki? Bax, burada iki çox fundamental səbəb var. Birincisi, tamamilə psixoloji aspektdir. Psixoloji. Bəli, bir developer öz yazdığı kodu test edərkən qeyri-ixtiyari olaraq onun işləməli olduğu yollarla test edir. Çünki o kodu bu məqsədlə yazıb. Öz yaratdığı şeydə səhv axtarmaq çətindir.
övladına qıymır yəni. Bir növ. QA isə tam əksinə, bu proqram necə sındırıla bilər düşüncəsi ilə yanaşır. Bəs iqtisadi tərəfi? Bunun biznes üçün konkret ölçülə bilən faydası nədir? Rəqəmlər burada çox aydındır. Araşdırmalar göstərir ki, məhsulun inkişaf mərhələsində aşkarlanan bir xətanın, yəni bug'ı, düzəltmək şərti olaraq $1 başa gəlirsə, Hə, eyni xəta artıq istifadəçiyə çatdıqdan, yəni canlı sistemdə aşkarlanarsa, onu düzəltmək 100, bəzən hətta $1000 başa gələ bilər. vay canına, fərq inanılmazdır. Bu həm böyük bir maliyyə itkisi, həm də reputasiya zərəri deməkdir. Mənbələrdəki o fintech şirkətindən olan real nümunəni xatırlayırsan, Əlbəttə, o çox təsirli idi. bir QA mütəxəssisi ödəniş sistemində kritik bir boşluq tapır. Məsələ nədir? Developer ödəniş məbləğinin 2 qat yoxlanılmasını əlavə etməyi unudub. Bu nə deməkdir yəni? Bu o deməkdir ki, istifadəçi ödənişi ləğv etsə belə, müəyyən şərtlər altında pul köçürməsi davam edə bilərdi. Ciddi səslənir. Çox. Bu xəta canlı sistemə çıxsaydı, şirkət minlərlə dollar itirə, müştəri etimadını itirə və çox ciddi hüquqi problemlərlə üzləşə bilərdi. QA komandası bunun qarşısını aldı. Bu sahənin nə qədər vacib olduğunu deyəsən anladıq. Bəs burada karyera qurmaq istəyənlər üçün mənbələrdə nə kimi məlumatlar var? Hər hansı xüsusi bir universitet təhsili tələb olunurmu? Bax, bu sahənin ən gözəl tərəflərindən biri onun çox demokratik olmasıdır. Necə yəni demokratik? Yəni, fərqli-fərqli sahələrdən gələn insanlar burada uğurlu ola bilir. Mənbədəki mütəxəssisin komandasında, məsələn, keçmiş müəllim var, psixoloq var, hətta peşəkar rəssam var. Doğrudan, çox maraqlıdır. Bəli, və hər kəs öz keçmiş təcrübəsindən unikal bir bacarıq gətirir. Məsələn, keçmiş müəllim təlimatların aydınlığını mükəmməl yoxlayır. Psixoloq istifadəçinin davranışını daha yaxşı anlayır. Rəssam isə Vizual detallara və dizayn xətalarına qarşı çox həssas olur yəqin ki. ay sağ ol, məhz elə. Bəs karyera yolu necə qurulur? Junior QA-dən sonra nə gəlir? Yol adətən belədir. Junior QA olaraq başlayırsan, sadə testlər edirsən, hesabatlar yazırsan, sonra olursan middle, yəni orta səviyyəli mütəxəssis. Orada artıq daha mürəkkəb işlər görülür. Bəli, mürəkkəb test planları hazırlayırsan. Sonra senior QA olursan, daha çox texniki qərarlar, avtomatlaşdırma ilə məşğul olursan və ən sonda da QA komanda lideri və ya manager. Bütün prosesi idarə edirsən. Aydındır, bəs gələcək. Süni intellektin hər sahəyə təsir etdiyi bir dövrdə QA-ni nə gözləyir? Bu peşə yox olmayacaq ki. Əksinə, maraqlıdır ki, süni intellektin QA mütəxəssislərini əvəz etməyəcəyi, onları daha da güclü edəcəyi proqnozlaşdırılır. Necə yəni? AI o darıxdırıcı rutin işləri öz üzərinə götürəcək. Məsələn, test skriptlərinin avtomatik yaradılması, test məlumatlarının hazırlanması. Aydındır. Bu isə insana daha çox vaxt verəcək ki, o, daha mürəkkəb, daha strateji və yaradıcılıq tələb edən testlərə fokuslansın. İnsan artıq maşının beyni olacaq. Beləliklə, gəl yekunlaşdıraq. Bugünkü təhlildən aydın olur ki, QA sadəcə xətaları tapmaq deyil. Qətiyyən. Bu, bütün inkişaf prosesi boyunca bir keyfiyyət mədəniyyətini təmin etməkdir. Bu, həm fərqli bir düşüncə tərzidir, həm də biznes üçün birbaşa maliyyə qənaəti deməkdir. Və bu sahəyə yeni başlayanlar üçün gəl o 3 qızıl qaydanı xatırladaq. Birincisi, həmişə bəs əgər sualını verin. Həmişə şübhəçi olmaq lazımdır. Bəli. İkincisi, yazdığınız xəta hesabatının, yəni bug reportun o qədər aydın olduğundan əmin olun ki, onu oxuyan developer problemi tam anlasın. Və üçüncüsü, bu sadəcə bir dəfə oldu kimi ifadələrdən çəkinin. Çünki hər bir qeyri-adi hal potensial bir problemin siqnalı ola bilər. Məhz elə. Və sizi düşünməyə vadar edəcək bir son fikir. Bugün biz keyfiyyət təminatının məhsulun funksionallığına necə təsir etdiyini müzakirə etdik. Bəs bu prinsiplər məhsulun özündən kənarda, məsələn, şirkətin müştəri dəstəyinin, marketinq materiallarının və ya təlimatlarının keyfiyyətində necə tətbiq oluna bilər? Bəlkə də əsl keyfiyyət sadəcə kodda deyil, bütün proseslərdə gizlənib.